Təhsildən danışacağıq bu gün də. Salam, hər vaxtınız xeyirli olsun və təhsillə bağlı ümumiyyətlə həmişə proqrama hazırlaşarkən maraqlı faktlarla, əslində araşdırmalar ilə maraqlı faktlarla tanış olmağa çalışıram. Görüm Azərbaycandan da başqa hansı ölkələrdə təhsil necə olur? Ümumiyyətlə təhsil metodikası ilə bağlı çoxlu maraqlı məqalələrə, deyimsə ki, elmi məqalələrə də rast gəlirəm. Maraqlıdır ki, ərazisinə görə əslində Avstraliya böyükdür, yox, amma paradoksal olsa da orada kiçik bir əhali yaşayır və uzaq bölgələrdə məktəblərə həmişə rast gəlinmədiyinə görə, deməli, təhsil müəssisələrindən çox uzaqda yaşayan uşaqlar radiodan istifadə edirlər və bu cür təhsillərini alırlar. Distant təhsildə biz buna deyirik və maraqlıdır ki, hətta onlar üçün xüsusi bir veriliş də var və bu veriliş vasitəsilə də onlar təhsillərini davam etdirirlər. Yəni bir növ belə deyək də onlayn təhsil alırlar. Amma bizim də öz proqramımız var. Adı Sağlam Təhsildir. Sağlam radioda yayımlanır. Həftə içi hər gün 5 gün müddətində saat 11-dən 12-yə qədər burada təhsil sahəsində çalışan, öz sözünü demiş, həm də eyni zamanda yeniliklərlə çıxış edən qonaqlarımız olur. Bugün də var qonaqlarımız. Qonaqlarımız kimdir? İndi sizi onlarla tanış edəcəm. Sağlam təhsil, daha yaxşı gələcək buradan başlayır. Bəli, Rabitəli Nitq Reabilitasiya Mərkəzi və Smart Education Bağçalar şəbəkəsi hər zamanki kimi sağlam təhsildə dəstəkçilərimizdir, sponsorlarımızdır və bugün elə onlardan 2 nəfəri dəvət etmişik sponsorlarımızdan. Bugün qonaq olacaq bizim efirimizdə Rabitəli Nitq Reabilitasiya Mərkəzinin rəhbəri, defektolog loqoped İlahə Rızaxanova. Salam, sabahınız xeyirli olsun İlahə xanım. Və Smart Education Bağçalar şəbəkəsinin Yelləncə uşaq bağçasının icraçı direktoru, psixoloq, eyni zamanda deyərdim til təlimçisi Günay Salmanova, sizi də xoş gördük. Çox sağ olun. Biraz ucadan istəyəcəm, səhər-səhər yaxşısınız, enerjiniz necədir? Aha, əla. Əslində doğrudan hər şey səhər-səhər başlayır da, demək olar ki, günün ilk vaxtlarında, ilk saatlarında, ondan sonra artıq öz ardıcıllığı ilə hər şey qaydasına düşür. Bizim proqramımızda da belə olur. Təhsillə bağlı danışacağıq sizinlə və sizi yaxından bir daha dinləyicilərimizə tanıtmaq istəyəcəyik. Bəlkə sizdən başlayaq İlahə xanım, bir növ təcrübəli bir qonağımız kimi. Necə gedir işləriniz Rabitəli Nitq Reabilitasiya Mərkəzində? Şükür, hər şey yaxşıdır, qaydasındadır. Seanslarımız davam eləyir. Balalarımızın xidmətindəyik. Seanslar deyərkən gəlin bir balaca açıqlamasını edək. Deməli, Rabitəli Nitq Reabilitasiya Mərkəzi ən çox hansı xidmətlərlə daha çox fəaliyyət göstərir? Mərkəzimiz artıq 3 ildir fəaliyyət göstərir. Yaş məhdudiyyəti olmadan uşaqlardan ta böyüklərə qədər fəaliyyətimiz var. Psixoloji, psixopedaqoji, duyu bütünləmə, loqopedik, defektoloji, müalicəvi bədən tərbiyəsi, həmçinin bu uşaqların günlük yaşam belə deyək də qayğılarını tənzimləyən bir proqramımız var. Məktəbə hazırlığı, inklüziv uşaqlara məktəbə hazırlığı, onların erkən inkişaf proqramları. Bunlar hər biri mərkəzimizdə balalarımızın xidmətindədir. Ən çox da bilirəm ki, valideynlər sizə nitq qüsurlarına bağlı müraciət edirlər. Yəni uşaqlarının gec danışmasından narahat olan valideynlər var bunların sırasında. Uşağı bəlli bir yaşa çatıb. Bəli. İstər nitq qüsurları, istər psixoloji problemlər, autizm spektr pozuntusu, Down sindromlu uşaqlar. Yəni spektrimiz genişdir. Yəni xüsusi qayğıya ehtiyacı olan uşaqların hər birinə xidmət göstəririk. Günay xanım, sizdə necədir vəziyyət? Smart Education Bağçalar şəbəkəsi. Mənim birazdan dinləyicilərimizin də yəni o məlumatlardan xəbərləri olacaq. Mən oxuyanda doğrudan da bir neçə fəaliyyət, yəni filiallarımız var. Hətta 3 ildən bir bağça fəaliyyətə başladı. Maşallah. 2022-ci ildə də ən axırıncısıdır. Aha, istəyirəm sizi bir yaxından tanısınlar dinləyicilərimiz. Bizim bağçalarımız əslində Smart Education şirkəti ilk öncə yaranıb bizdə. 2016-cı ildə bizim dəyərli xanımımız, səmimi insan İlgün Valeh qızı tərəfindən ilk addımımız atılıb və bu təşəbbüs çox gözəl addım atıldı və eləcə də bizim bağçalarımızın sayı 3 ildən inşallah gələcəkdə 1 ildən bir olsun və çox uğurla Yelləncə bağçası öz addımını atdı və digərləri də ondan sonra addım başladı daha da inkişaf etməyə. Yelləncə bağçası bizim üçün ən mükəmməl bağçalardan biridir. Eləcə də mən bugün onun icraçı direktoruyam və çox sevinirəm ki, bu bağçada işləyirəm. Çox maraqlı, belə deyim də, uşaqlarla işləmək onlar bir mələkdirlər. İnanın ki, hər uşaq bir sevgidir.
bir dahidir və biz o dahiləri ilk öncə üzə çıxartmağa çalışırıq birlikdə. Yəqin ki, bağça açarkən, belə deyək, rahat deyək də, məktəbə qədər biraz uzun çəkir. Yəqin ki, bağça açarkən sizin ilk olaraq müəyyən bir planlarınızda fərqlilik də var idi. Düşünürdünüz ki, onsuz da bağçalar çoxdur, özəl bağçalar da çoxdur, amma mən başqa cür istəyirəm ki, bağçamız olsun. Düşündükləriniz reallaşdı və bunlar nə idi? Bəli, reallaşdı. İlk öncə məsələn bizə gələn bağçalardan, çox özəl bağçalardan belə gələn valideynlərimiz var. Bizə bildirirlər ki, bilirsiniz ki, indi hal-hazırda ən mühüm bir qlobal problemimiz var. Uşaqlarımızın, bu da Covid-dən mənim fikrimcə, düşüncəmdə bir psixoloq kimi də deyə bilərəm ki, yaranan bir telefon bağlılıq problemidir və bu telefon uşaqlarımıza eləcən analardan, valideynlərdən keçən bir problemdir ki, qapalı bir şəraitdə hamiləli xanımın yaşanması və telefona bağlanması, bunun da gələcəkdə bizim uşaqlarımızın, çox bir uşağımızın autizmə meyilli olmasına gətirir, səbəb çıxardır. İnanın ki, bu belədir. Çünki bunu həm təlimlərdə biz bilirik, həm seminarlarımızda da görürük, danışılır. Bu qlobal bir mövzudur. Əslinə qalanda telefon vacibdir, amma elə bir şey var ki, o bizim uşaqlarımızın bugün həyatının olsa da olunmaz bir hissəsidir. Amma körpələrə telefon mənim fikrimcə vermək düzgün deyil, 3 yaşına qədər ən azı. Və onun üçün bugünkü gündə bizə gələn uşaqların çox autizm, eləcə də belə ləngimələri, davranış pozğunluğu uşaqların çoxunu özəl bağça qəbul eləmir. Ən çox da autizm spektrlarını belə qəbul edirəm, amma bizdə bugün İlgün xanımın gözəl bir fikri oldu, təşəbbüsü oldu ki, yox, biz bu uşaqları qəbul eləməliyik. Bu uşaqlara fərqli olsalar belə, bu uşaqları belə deyim də, bütün uşaqlarla sosiallaşdırmağa cəmləşdirməliyik. Çünki biz bilirik ki, əgər autizmlə, davranış pozğunluğu uşaqla qoysaq, onlar eyni hərəkət eləyəcəklər. Amma bütün balalarımızla bir yerdə böyüyən uşaqlarımız mənim fikrimcə eyniləşməyə çalışacaqlar. Bizim əsas fərqliliyimiz ilk öncə budur. Allahım, çox, yəni onları tək hiss etdirmirsiniz. Yəni mən belə çünki cəmiyyətimizdə gələcəyə sağlam cəmiyyət vermək istəyiriksə, ilk öncə bu bağçadan başlayır. Doğrudur. Mən istəyirəm ki, əlaqə nömrənizi söyləyim. Smart Education Bağçalar şəbəkəsi 2015-ci ildə yaradılıb və elə biraz da əvvəl Günay xanım söylədi və ilk olaraq Yenilənəcək uşaq bağçası ilə, daha sonra 2017-ci ildə Suna uşaq bağçası və daha sonra 2018-ci ildə isə Minika uşaq bağçası və ən sonda 2022-ci ildə Piramida tədris mərkəzi ilə fəaliyyət göstərirlər və ən əsas da balacalarımızın həqiqətən də inkişafı üçün xidmətlər göstərilir. Təbii ki, təcrübəli loqopedlər, defektoloqlar tərəfindən əsas olaraq fərdi olaraq yanaşılır bu uşaqlara. Əlaqə nömrəsi 050 988 30 62. Sizlə davam etmək istəyirəm İlahi xanım. Bilirəm ki, nitq qüsurlarına bağlı kifayət qədər təcrübə var və ümumiyyətlə təcrübəli pedaqoqlar çalışırlar. Biraz o pedaqoqları istəyirəm ki, dinləyicilərimizə də tanıdasınız. Ən çox uşaqlarla işləmək üçün necə seçirsiniz bu kadrları? Mərkəzimizdə kadr seçimi xüsusilə özüm diqqət verirəm. Çünki nə üçün peşəkar kadrlar olmalıdır. Xanımın da dediyi kimi, uşaqlar bizim gələcəyimizdir. O gələcəyi də düzgün qurmaq üçün, onlara düzgün istiqamətləndirmək üçün kadr seçiminə xüsusi diqqət vermək lazımdır ki, uşaqların da təliminə, təhsilinə düzgün yanaşılma olsun. Hələ də ki, bu bizim işlədiyimiz sahə xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Yəni, burada kadr seçiminə səhvlik yol verəriksə, təbii ki, təlimimiz də düzgün olmayacaq və uşaqların və burada itirilən zaman var. Əgər tipik uşaqlardan söhbət gedirsə, onlar ola bilər ki, bir ayları boşa getsə, sonra onu toparlayacaqlar. Çünki onların psixi baxımdan sağlamdırlar. Amma xüsusi qayğıya ehtiyacı olan uşaqların hər itirilən zamanı onların, belə deyək də, qızıldan dəyərlidir vaxtları. Və burada düzgün kadr seçmək, düzgün proqram qurmaq burada xüsusi bizə vacibdir ki, biz də bunu mərkəzimizdə hər bir uşaq xüsusi dəyərləndirmədən keçirilir, kompleks şəkildə müayinə olunur. Burada kompleks müayinələrimizə nə daxildir? Psixoloqlar, psixopedaqoqlar, loqoped defektoloqlar, müalicəvi bədən tərbiyəsi, duyu bütünləmə mütəxəssisimiz hər biri öz sahəsi üzrə uşaqları müayinə edirik və inkişaf testindən keçiririk. Və bu inkişaf testinin nəticəsində artıq valideynə məlumat veririk ki, uşağının inkişafı hansı sahədə ləngiyibdir.
Aha. və o sahəyə uyğun olaraq artıq proqramımızı qururuq və korreksiya işimizə başlayırıq. Yəni xüsusi testlər var buna görə. Bəli, xüsusi testlərimiz və o var ki, testlərdən keçirirsiniz uşaqları Bəli, və bəli. artıq təyin Bəli. edirsiniz ki, nitq nəyə görə gecikir Bəli. və yaxud nitq qüsuru Bəli. nədən Bu qaynaqlanır. testlərdə müxtəlifdir. Məsələn, inkişaf testi var, autizm şiddətinin ölçülməsi üçün xüsusi bir test var ki, Günay xanım da bayaq dediyi kimi, hal-hazırda qlobal problemlərdən biri də autizm spektr pozuntusu. Yəni çox rast gələn, Yayılmışdı, bəli. çox yayılıbdır. Yəni səbəbi də hələ tam tapılmayıb nədir səbəb ki, tapıla bilmir yaradılan səbəblər. Ona görə də burada artıq düzdür, diaqnozları psixiatrlarımız qoyur, yönləndirir bizə. Amma biz artıq o autizm şiddətini ölçə bilirik ki, proqramımızı ona uyğun quraq. Yəni yüngül dərəcədə, orta dərəcə və yaxud ağır dərəcədə. Çünki burada təlimlərin də fərqi var. Tutaq ki, yüngül dərəcədə uşaq həftəlik 20 saatlıq təlim almalıdırsa, ağır dərəcə artıq bu 40 saatlıq təlim olmalıdır. Bunun həftəlik aldığı təlim sayı. Ona görə bunlar hamısı xüsusi uşaq qəbul olanda baxırıq. Ona uyğun proqram qururuq və təlimlərimizə başlayırıq. Autizmdən də əlavə təbii ki, gec danışan uşaqlar müraciət eləyir sizə, valideynləri gətirirlər. Bəli, Məsələn, ən gec neçə yaşında uşaq olub? Baxırsan ki, bəlli bir yaşa çatıb, amma hələ ki danışmır. Təxmini yadınıza düşür? Var, bəli. Mənim özümün 8 yaşında, 10 yaşında, əslində o uşaqları mən qəbul edəndə nitq açılma dönəmi 7 yaşa qədərdir. Ümumiyyətlə uşaqların bu elastiklik deyə bir şey var da, beynin qəbul etdiyi bir dövr var, inkişaf dövrü var. Maksimum 7 yaş. Biz ona sensitiv dövr deyirik. Psixoloqlar, loqopedlər sensitiv dövr deyirlər. O sensitiv dövr keçəndə artıq burada bizim verəcəyimiz nəticə 50% aşağı düşüb edəkdə, 100-dən 50 artıq olur. Aha, bu uşaqlar heç danışmayıblar, yoxsa danışıblar müəyyən bir səbəblərdən sonra nitqləri gedib? Bəli, sırf iki uşaq, 8 yaşında və 10 yaşında. Bu iki uşaq heç danışmırdılar. Heç danışmırdılar. Biri mənim məşğul olduğum mərkəz açılana qədər olan bir hal idi. İki uşağın ikisi də. 2 uşaq, 10 yaşında uşaq isə sırf mərkəzimiz açılanda, mərkəzimizin mütəxəssisləri tərəfindən kompleks yanaşılandan sonra orada psixoloq məşğul oldu, loqopedimiz məşğul oldu, duyub bütünləmə mütəxəssisimiz məşğul oldu. 10 yaşında uşaq artıq başladı danışmağa. Sizcə nə ola bilər səbəbi? Günay xanım, siz də fikirlərinizi deyə bilərsiniz bu arada. Gülay xanım, nə ola bilər səbəb? Uşağın gec, bəli. Araşdıranda nə çıxdı? Genetikdir, yoxsa necə travma yaşayır? Yaradan səbəb, alt səbəbləri var. Çünki adətən valideynlər ancaq nitqə köklənirlər. Lap 3 yaşına bir uşaq gəlir, 5 yaşına bir uşaq gəlir. Valideyn gəlir ki, mənim uşağım danışmır. Valideynin isə kökləndiyi nitqdir. Amma artıq biz müayinə ilə baxırıq ki, o nitqi ləngidən səbəb var. Ola bilər uşağın psixoloji problemi zəif olubdur. Ola bilər ki, alt mərhələdə o piramida, həmişə deyirəm ki, valideynlərə piramidanı gözümüzün qabağına gətirək. O piramida inkişaf eləyir. Biz onları halqalanıb düz yığmasaq, hardasa boşluq olanda artıq piramida düzgün getməyəcək. Ona görə də alt mərhələdə ola bilər uşağın diqqətində problem olubdur. Sırf nitqə fikir verə bilməyibdir. Ola bilər spektr pozuntusu olubdur və yaxud da ki, davranış pozuntusu olub. Yəni bu nitqin ləngidən səbəblər müxtəlifdir. Və yaxud da sırf nitqi ləngimədir. Birbaşa nitqi ləngimədir. Və yaxud da ki, ümumiyyətlə ailədə bu uşaqla danışılmamasıdır, kommunikasiyanın olmaması. Son zamanlar çox rastlaşdığımız. Bayaq telefon deyirdiniz. Bəli, mən o telefonu deyirdim ki, telefonu uşağın əlinə verib və bu ilk öncə autizmin bir spektrına gətirib çıxarır və nitq ləngiməsi ilk öncə bundan başlayır. Əslinə qalanda nitq ləngiməsi 3 yaşından sonra tam bəlli olur. Çünki mənim düşüncəmdə ilk öncə nevropatoloq baxır uşağa, ondan sonra bizə yönəldir psixoloqlara və ondan sonra əgər biz təlim qoyuruqsa, o mütləq şəkildə loqopedə yönəlməlidir və loqopedə yönələn uşaq 2 yaşında, məsələn mən çox görmüşəm, 2 yaşında uşağı loqopedə gətirirlər. Əslində o düzgün deyil. O ilk öncə psixoloqa müraciət etməlidir. Psixoloq ətraflı işləməlidir və psixoloqun deyilişi ilə loqopedə getməlidir. Amma məsələn elə mərkəzlərimiz var ki, qrup şəklində işləyirlər, loqoped, duyub bütünləmə hamısına. Əgər uşaq psixoloqa gedirsə, ilk öncə psixoloq, loqoped, sonra duyub bütünləmə işləməlidir. Amma məsələn elə mərkəzlərimiz də var, düzdür, hörmətlə yanaşıram da, amma məsələn bizə gələn çox uşaqlarımız var ki, hal-hazırda gəlirlər, mən uşağım duyub bütünləməyə də gedir, psixoloqa da gedir, loqopedə də gedir. Duyub nə? Duyub bütünləmə.
Yəni amma əslinə qalanda əgər uşaq psixoloqa, loqopeda gedirsə, inanın hələlik bir müddətlik o düyü bütləmə lazım olmur ona. Qəti surətdə. Zaten onsuz da burada psixoloq da, loqoped də birlikdə əməkdaşlıq eləyirlər. Amma ilk öncə məsələn üçün biz ona nə dərman yaza bilirik bir psixoloq kimin, heç nə. Sadəcə biz soruşuruq, sizin nevropatoloq sizə baxıbmı? Və əgər deyir, yox, biz ilk öncə onu nevropatoloqa göndəririk. Yəni ondan sonra biz onu qəbul edib nəsə ona deyə bilirik ki, bu sonradan zaman gələndə loqopeda yönəldirik. İndi birinci olaraq psixoloq baxmalıdır. Mütləq şəkildə. Yəni loqoped işləməlidir 3 yaşından sonra uşaqla. Məsələn bizim valideynlər biraz tələsirlər. Elə valideynlərimiz də var. Məsələn uşağın 5 yaşı var. Mən bildirirəm ki, loqopeda yönəlməlidir uşaq. Deyir, yox, məsələn irsdə olub, məsələn üçün belə götürək də bizim nənələrimiz, babalarımız dediyi kimi atasına oxşuyub, ya anasına oxşuyub, ya dayısına oxşuyub danışacaq. Amma bilmirlər ki, bizim bu olmazsa olmazımız telefonlarımız ilk öncə uşaqlarımızın yəni həyatına mənfi də İnanın ki, mənfi də müdaxilə eləyir çox. İlahi xanım, olurmu ki, valideynin özündə problem olur? Bəli, mən bir əlavə etmək istəmək üçün sırf indi mən loqopedəm də öz sahəm üzrə. İndi Günay xanımın dediyi sırf nitqi ləngimənin üzərində siz vurğuladınız da. Amma biz loqopedlər elə olur ki, 2 ayından başlayıb işləyə bilirik. Düzdür, burada yəni fikir ayrılığı olmazsa, yəni sizin dediyiniz sırf nitqi ləngimədir. 2 yaşından artıq başlanmalıdır deyirsiniz. Sırf nitqi yox. Mən necə deyim? Hətta biz 2 aylığından beri, burada serebral iflicili uşaqlar var. Burada bəzi uşaqlar var. Məsələn, biz bunlarla 2 ayından artıq başlayıb loqopedik işə başlaya bilərik. Təbii ki, nitq üzərində deyil də artikulyasiya aparatının aktivləşdirmək üçün. Çünki serebral iflici doğulan uşaq bunun çeynəməsində, udmasında bir problem var. Artikulyasiya aparatı zəifdir və bu çeynəmə udma prosesini keçməyən, əmmə sorma prosesini keçməyən uşağın təbii ki, artikulyasiyası inkişaf etməyəcək və o nitqi də inkişaf etməyəcək. Və ya Down sindromlu uşaqlar doğulurlar ki, bunların da artikulyasiya aparatı əzələləri çox zəif olur, passiv olur. Bununla biz 2 ayından artıq başlayaraq, yetər ki, uşağın çəkisi 2 kilonun üzəri olsun. Burada. Bu halda artıq 2 ayından artıq etibarən biz loqopedik işə başlaya bilərik. Amma sırf nitqi ləngimədirsə varsa, burada bəli, ilkin uşağın müayinə eləyəcək və ya ilkin uşağın gedəcəyi bir mütəxəssis psixoloq olmalıdır. Baxsın ki, burada psixoloji proseslərdə, anlama, qavramada, müraciəti anlamada bəlkə uşağın heç yoxdur, inkişafı yoxdur. Uşağa müraciət olunan nitqi anlamırsa, təbii ki, bu uşaq nitqi də gətirə bilməyəcək. Onda rabitəli nitq reabilitasiya mərkəzinin mən əlaqə nömrəsini deyim, ən yaxşısı zəng eləsinlər, sizlə əlaqə saxlasınlar. İndi siz yönləndirəcəksiniz də, artıq birinci olaraq kim məşğul olacaq, daha sonra testlərdən keçiriləcək və daha sonra defektoloq, loqoped, hansı mütəxəssis bu uşaqla çalışacaq, o zaman təbii ki, effekt tez əldə etmək olacaq. Əlaqə nömrəsini qeyd edin rabitəli nitq reabilitasiya mərkəzinin 050 867 27 43, təkrar edirəm, 050 867 27 43. Smart Education bağçalar şəbəkəsinin Yelləncək uşaq bağçasının icraçı direktoru psixoloq Günay xanım Salmanova ilə söhbətimi istəyirəm, davam etdirəm və Günay xanım, çox maraqlı bir söhbət gedirdi əslində reklam arasında, çox diqqətlə də qulaq asırdıq və mən belə başa düşürəm ki, valideynlərin özlərinin də müəyyən bir səhvləri olur uşaqları ilə bağlı. Ən çox etdiyi səhvlər hansılardır? Valideynlərimizin ilk öncə və əslində necə olmalıdır təbii. Etdiyi səhvlər, səhvlər deməyək də, belə deyək də, indiki dediyimiz kimi bu autizm spektrlarıdır, beyin ləngiməsidir, həm təhsildə özünü göstərir, həm də uşağın sosiallaşmasını da göstərir. Bizim valideynlərimiz biraz tələsirlər, hər şeyin tez olmasını istəyirlər, indi də əsasən gənc valideynlərimiz. Hər bir şeyə mənfi kimi yanaşırlar. Məsələn üçün, bizə gələn hər bir uşağı biz canla başla qarşılayırıq, sevə-sevə qarşılayırıq. İnanın ki, ilk İçəri mən hər zəvər deyirəm ki, hara gedirsənsə get, ilk içəri atdım, özü bir, yəni gülər üzlə qarşılanan insan, xoş sözlə qarşılanan, o gələcək yanına, qayıtmayacaq. Və bizdə o əslində mehribançılıq çoxdur və gələn insana biz bunu hər bir valideynə bildiririk, aşlayırıq da, valideynlərimizin belə, yox, məndə uşağımda heç nə yoxdur, amma mən zaten uşaq gələndə mən bilirəm. İlk öncə özüm qarşılayıram uşağı və görürəm və valideynə onu biz amma belə deyək də,
sığal çəkə-çəkə bildiririk. Çünki hər bir valideyn, Bəli. hər bir ana üçün böyük bir problemdir, bilirəm. Amma bunu sığal çəkə-çəkə bildirmək lazımdır ki, ana birdən yəni mənfi reaksiya verməsin. Biz bunu bildiririk. Yox, bilirsiniz, mənə belə deməyiblər. Amma sonradan aşkarlanır, bilirik ki, həm dilində problem var, həm beyin ləngiməsi, ya davranış pozğunluğu, hər bir şey var. Amma əslində qalanda biz deyəndə ki, autizm spektri biraz valideynə yox, mənim uşağımda yoxdur. Əslində qalanda autizm spektri olan uşaq hardasa amma beyin ləngiməsində olan uşaqlarda o böyük bir problemdir. Çünki hal-hazırda bizim bağçamızda var. 7 yaşında, 6 yaşında uşaqlarımız var, məktəbə getməlidirlər, amma hal-hazırda bizim bağçaya gəlirlər. Niyə görə valideyn deyir ki, mən istəyirəm ki, uşağım sosiallaşsın. Bəli, bizim bağça ilk öncə uşağın addımı sosiallaşmaq üçün bağçadır. Bağçadan sonra məktəb başlayır. Orada necə tərbiyə verilərsə, necə inkişaf verilərsə. Birinci reabilitasiya mərkəzlərində bu təlimləri, terapiyaları keçməlidirlər. Yox, İlay xanım. Amma bunu qəbullamırlar. Bax, mənim də indi nə yaxşı ki bir efli Yox, paylaşırıq. elə mən istəyirəm ki, bu cür olsun, nə üçün? fikirlərinizi Bəli. bildirin. Burada ucu bağçalar da biraz müəyyən qədər düzgün anlaşılmır da. Valideyn Bəli. gəlir, autizm spektr pozuntulu, əgər ondan gedir söhbətsə, spektr pozuntulu bir valideyn gəlir. 3 ildə uşağıma aparan bağçaya heç bir nəticə yoxdur. Mən deyirəm ki, əziz valideyn, bilirəm, əminəm ki, bağça deyib orada sizə ki, sizin övladınızın maksimum sosiallaşmağını bağça təmin edə bilər. Düzdür? Nitqi ləngiməsi bəli. Birbaşa aparın bağçaya. Əgər sırf nitqi ləngimək, başqa alt səbəbi yoxdursa, uşaq bağçaya gedəcək, məşğələlərlə, qrup terapiyaları ilə bəli, uşağın nitqi açılacaq. Burada ola bilər ki, loqoped fərdi də məşğul olsun, amma daha çox güc düşəcək belə bağçaya. Amma autizm spektr pozuntusu, əqli inkişaf ləngiməsi, psixi inkişaf ləngiməli olan bir uşaqla əgər bağçanın profili sırf inkluziv bağça deyilsə, təbii ki, bağça o uşağı irəli apara bilməyəcək. Mütləq ki, uşaq bir fərdi təlim almalıdır. Fərdi təlimdən sonra bu uşaq heç olmazsa, bəli, bu uşaq tutaq ki, spektr pozuntulu bir uşaqdır. Yoxdur, qrup şəklindədir. Tutaq ki, spektr pozuntulu bir uşaqdır. Bu uşağın ətraf aləm haqqında ümumiyyətlə anlayışı yoxdur, bədən fərqindəliyi yoxdur, özünü anlayıb qavramır. Heç bir şey yoxdur. Yəni o ətrafında olanların bir fərqinə varmırsa, o bağça hay o uşağı gətirsin, qrup seansında salsın, uşaq təbii ki, sosiallaşmayacaq. Heç olmasa müəyyən qədər bu uşaq bir fərdi təlim almalıdır. Psixoloqdan, psixopedaqoqdan, indi baxır da təyinatına görə duyu bütünləmədən və ya loqopeddən müəyyən qədər qüsuru belə deyək də problemi yüngülləşəndən sonra onsuz da biz mütləq deyirik ki, cəmiyyət lazımdır bu uşaqlara. Artıq yönləndirib gedin bağçaya. Bağça ilə paralel təlimlərimizin müəyyən qədər saatını azaldırıq və bağçaya yönləndiririk Səhv uşağı. etmirəmsə belə bir söz işləyir. 2 yaşından deyəsən artıq götürmək olur uşağı. Sırf spektr pozuntusu. Yox, Bəli. erkən hal-hazırki dövrdə erkən müdaxilə. Bax, Erkən erkən müdaxilə neçə müdaxilə baxın, yaşından başlayır? hətta müasir dövrdə, yəni deyirəm, tədqiqatçıların, alimlərin belə bir sözü var ki, həqiqətən də psixoloqların araşdırırlar ki, artıq 6 ayından belə spektr əlamətləri uşaqda özünü bildirir. Uşaq tutaq ki, 6 reaksiya ayındadır. Amma reaksiya əvvəllər vermirsə, 1 yaş 2 aylığından tam bildirirdi Bildi, ki, bəli. o spektrlar var. Bəli. Amma getdikcə Daha bu tezləşir. daha da tezləşir. Amma Bəlkə o əlamətləri bir neçə cümlə ilə deyək. Məsələn, hansı əlamətlərdə özünü göstərir? Autizmli yəni uşağı olan valideynlər bilsinlər də. göz kontaktının olmaması, Aha. adına Eşitməməsi. qarşı reaksiyanın olmaması, ətraf aləmə marağın olmaması, oyuncaqlarla ən elementar mən həmişə valideynəm ki, övladınızın oyuncaqlarla oynayır, onların funksional olaraq oynamırlar. Normal tipik inkişaf edən uşaqlar maşını xəyalən öz aləmlərinə maşın kimi sürərlər, kuklalarını anaları oynara əzizlədiyi kimi kuklalarını əzizləyirlər. Bunların oyuncaqlara belə qarşı marağı yoxdur. Oynasalar belə Funksional olaraq oynamırlar. düzülüş tərzi Bəli, var. stereotip olaraq Tam düzülüşdür. Yəni bir var ki, məsələn, qırmızını sarı ilə, sarını göy ilə qoymaq. Bir də var ki, qırmızı ilə olmalıdır. Tam Sarı. stereotip. Bunlar Yox, mən 1 yaş yarım, dediniz 1 Aha. yaş Bəli, yarımdan bəli. artıq mən o əlamətləri demək 1 yaş istəyirəm. 2 aylığından, üzr istəyirəm, 1 yaş 2 aylığından bəli, bu o indi İlahi xanım da buyurdu, bəli 6 ayından uje getdikcə bu daha da çox üzüntülü bir şeydir əslində ki, getdikcə daha da çox inkişaf eləyir, amma mənim fikrimcə 1 yaş 2 aylığından biz görəndə ki, uşaq məsələn gətirirdilər bizə, deyirdik yox, hələ tezdir. Amma indi daha da tezləşib bu problemlərimiz. Nə qədər tez olsa bir o Çox, qədər. Bəli, məsələn bəli, 2 yaş gətirirdi, məsələn adicə bir belə qulağının yanında onun səsini hələ uşaq belə deyəndə tam səs eşidir, amma öz adını anlamır. O bir
əl vuranda əgər o səni eşitmirsə, göz kontaktı qura bilmirsə, gözləri qaçırsa, duruş kontaktı düzgün deyilsə, bu elə ilk spektrlar. Yəni eşitmədə zəiflik yəni var. Yox, Eşitmədə yox. Sadəcə alqılamada da. Bəli. Alqılamada. Duymada. Bax 6 ayında olan əlamətlər nədir? Bəzən valideynlər gəlirlər ki, İlahi xanım, uşaq heç məni incitməyibdi. Acanda ağlamayıbdı. Pampersi batıb dolubdu. Əslində bu siqnaldır. Uşağı qıcıqlandırmalıdır, incitməlidir. Saatlarla qoyardım, qalardı. Heç məni incitməyib. Buna əslində bir siqnaldır. Uşaq əgər acanda ağlamırsa, altı batanda onu əgər qıcıqlandırıb incitmirsə, bu bir siqnal, uşağın beyninə normal siqnal çatmır. Və yaxud da ki, alırsan uşağı qucağına oynadırsan, sənə reaksiya vermir. Güldürürsən və yaxud da ki, nəsə bir var da indi əzizləmə bir forması var. Orada uşaq əgər sənə reaksiya vermirsə, əşyaları izləmirsə, bu bizim artıq ilkin bəlirtilərimizdir. Göz kontaktı mütləq 6 ayla başlayaraq uşaq valideynlə göz kontaktını yaratmalıdır. Qığıldamalar, babıldamalar, bu səs reaksiyaları olmalıdır. Əgər bunlar yoxdursa, bu demirəm burada artıq loqoped, psixoloq təbii ki 6 ayda biz məşğul olmayacağıq. Amma ən azı bir psixiatra, bir nevropatoloqa gedib müraciət eləyib, yönəltmək ki, burada valideynlərin həqiqətən də səhvlərin bu qədər əlamətləri hər gün uşaqla üz-üzə görən, bilirsiniz, gününü keçirən ana necə görməyə bilər? Onun üçün deyirəm ki, indiki bizim gənc xanımlarımız, gənc valideynlərimizdə belə bir belə deyim, nüans var. Mənim uşağımda heç nə yoxdur, amma biz məsələn üçün seminarlar keçiririk, təlimlər keçiririk. Əgər bizim gənc valideynlərimiz o seminarlara qoşulsalar və belə ailə söhbətləri və uşağın bilirəm deyəcəklər ki, maariflənməkləri özü bir, yəni uşaqlarında hansısa bir nüansı görəndə müraciət edəcəklər ya bizə, ya mərkəzlərə ki, belə bir problem var. Onu necə aradan? Çünki bilmirlər. Əslinə qalanda bilmir. Hə, uşaqdır, sakitdir. Mənim uşağım sakitdir. Və belə deyirlər, bunun atası da sakit olur. Çox valideynlər etinasız yanaşırlar. Və bilirsiniz, gedirlər qədimiyə, belə deyək də, o dövrlə bu dövrdə özümüz də indi də yaşamışıq və tamamilə başqa bir başqa cürdür də. İndi açıq zamanımız dəyişilib. İndi zamanımızda dəyişilən əsas da nədir? Yəni məni yenə də deyəcəksiniz ki, biraz mənim fikrimcə telefon. İlk öncə, inanın ki, bir hamilə xanımın telefona gündəlik şəkildə ən azı 2 saat baxması, o qarnındakı körpənin, bətnindəki körpənin mənim düşüncəmdə məhv olması deməkdir. Qayıdacaq söhbətimizə, çox maraqlı bir söhbət gedir. Əziz valideynlər, kənarda qalmayın. Suallarınız varsa 055 93 490 93-ə yazın, göndərin və bugün 2 maraqlı qonağım var. Rabitəli Nitq Reabilitasiya Mərkəzinin rəhbəri, defiktoloq, loqoped İlahə Rıza xanıva uşaqlarda bu cür problemli olan uşaqları qəbul edir, terapiyalarını həyata keçirir və ən əsas da indi birazdan öyrənəcəm, görüm azacıq da olsa, heç olmasa bu autizmli uşaqlara biz köməkliyimizi edə bilirikmi, onları bir korreksiya edə bilirmi bu qüsurlar aradan qaldırılmaq yolunun baxımından və daha sonra ötürür artıq bu uşaqları yerlənəcək uşaq bağçasının icraçı direktoru, psixoloqu Günay xanım Salmanova, hansı ki Smart Education bağçalar şəbəkəsində çalışır və adətən mən belə başa düşdüm, siz elə bərabər əməkdaşlıq edirsiniz. Nə yaxşı. Əsas məqsəd, nəticə nədir? Uşaqlarımızın belə deyək də inkişaf ləngimələrini aradan qaldırmaq. Amma həm də bir mərkəz də var ki, hansı ki World Karyer və Peşə Mərkəzidir ki, o da istənilən yaşda uşaqlara, böyüklərə, ümumiyyətlə yaş tanımır bu mərkəz və hər kəsə dil öyrətməyə baxımından yardım etmək istəyir. Qısa bir müddət ərzində, baxın 3 aya, 6 aya siz rahat bir şəkildə bu dilləri mənimsəyəcəksiniz. Dillər deyərkən təkcə ingilis dili nəzərdə tutmuruq, xarici dil deyərkən. Burada Koreya dili, Çin dili, Alman dili, Rus dili, biz birazdan Günay xanımla bu barədə danışacaq Rus bölməsinə qəbulla bağlı və əlbəttə ki, qısa bir müddət ərzində əziz valideynlər, siz də bu dilləri öyrənəcəksiniz. Amma bu necə olur? Sizin evinizə müəllim təyin olunur, çünki sizin vaxtınız olmadığına görə, uşaqla məşğul olduğunuza görə həm uşağınıza məktəbə qədər hazırlıqda, həm də sizə xarici dil öyrətməkdə yardım edirlər. Görürsünüz, çox rahat bir şəkildə. İş yerlərində çalışanlar, iş baxımından vaxtınız yoxdursa xarici dili öyrənməyə, sizin iş yerinizə də müəllim təyin edəcəklər və siz elə kollektiv şəkildə xarici dili öyrənəcəksiniz. World Karyer və Peşə Mərkəzindən söhbət gedir. WhatsApp-a yazacaqsınız 055 674 72 30 nömrəsinə. 055 674 72 30 fürsəti qaçırmayın. Davam edirik. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı.
İlahi xanım, korreksiya olunurmu autism? Bəli. İlk onu deyim ki, Çünki danışırıq, heç olmasa bir balaca ümid verici bir xəbər də verək. Bayaq dediyim kimi əlamətləri 3 ayla 6 ayla artıq bilinməyə başlayır. Sadəcə o dövrdə biz 3 yaşa qədər bu uşaqlara riskli bəbək belə deyək də, riskli uşaq risk qrupuna daxil edirik. Çünki diaqnozun özünün autizm spektr diaqnozunun qoyulmağını 3 yaşından tez qoymaq olmaz. O dövrə qədər düzdür, artıq psixiatrlar da bilir, korreksiya işi aparan mütəxəssislər də bilir ki, artıq bu uşaqda autistik əlamətlər var. Amma ki 3 yaşa qədər biz bu uşaqlara riskli uşaqlar kimi, inkişaf ləngiməsi olan uşaqlar kimi götürürük, korreksiya başlayırıq və yaxud da valideyn bayaq xanım dediyi kimi boş verirlər, mənim uşağımda heç nə yoxdur deyə 3 yaşa çatdırırlar və 3 yaşda artıq autizm spektr əlamətləri tam belə qabarıq şəkildə özünü bildirir. Orada stereotip hərəkətlərdir, adına qarşı tam reaksiya olmaması, ətraf aləmə marağın olmaması, sosiallaşmanın tam belə deyək də ətraf aləmə məhdudlaşma. Artıq belə olanda valideyn həyəcan siqnalı çalır ki, mənim uşağım digərlərindən fərqlənir, öz yaşıdlarından fərqlənir. Burada artıq rahatlıqla belə deyək də aparanda psixiatra əvvəl 3 yaşa qədər əgər şübhə var idisə, 3 yaşında artıq psixiatr deyir ki, sizin övladınız autizm spektr pozuntusudur. Gəlin o prosesi izah eləyək. Gəldi psixoloqun qəbuluna, daha sonra artıq dəqiq diaqnoz qoyuldu və biz başlayırıq təlim prosesinə. Nə qədər müddət tələb olunacaq? Valideyn bunu bilsin. Təlim müddəti uzun müddətdir. Təəssüf ki, yəni burada mən dönə-dönə valideynlərə deyirəm ki, səbr lazımdır. Autizm spektr pozuntusu yüngül bir şey deyil. Hələ də bunun dərəcəsi var. Yüngül dərəcə, orta dərəcə və ağır dərəcə. Yəni burada valideynlər səbr tələb eləyir. Bayaq dediyim kimi ağır formalarda həftəlik 40 saat təlim almalıdır bu uşaq. Mütəxəssis şəraitində hələ kənarda var da, ev şəraitində var bu uşağın sosiallaşmağı var, kənarda təlimi var. Yüngül formasına bu həftəlik 20 saat təlim almalıdır. Bu 1 ildə çəkə bilər, 3 ildə çəkə bilər, 5 ildə çəkə bilər. Amma əsas məqsəd budur ki, bəli, biz bu uşaqlara həyata qaytara bilirik. Onları cəmiyyətə adaptasiya eləyə bilirik, sosiallaşdıra bilirik ki, əksində bunların çoxsu yüksək funksionallıdırlar. Yəni Günay xanımın bayaq dediyi kimi, inkişaf ləngiməsi, psixi inkişaf ləngiməsi, zəka yetərsizliyi olan uşaqların əslində diaqnozu bunlardan daha ağırdır. Çünki bunlarda beyində bir ləngimə var. Amma spektr pozuntularında isə burada neyroinkişaf pozuntusudur və burada onların deyəm, bəlkə sizdən də, məndən də, digər normal tipik uşaqlardan anlama, qavrama daha çox yaxşı ola bilər. Onlar düzgün istiqamətlərini dil baxımından götürmələri ingilis dili, rus dili, yəni çox tez götürürlər. Yüksək funksionallı olurlar. Yəni riyaziyyatı o qədər gözəl eləyə bilərlər. O qədər yaşlarından ta ki 5 yaşında bir uşaq elə bir rəqəmləri toplayır çıxır ki, motorikası güclü olur. Bəli, onlar yəni həqiqətən ümidli uşaqlardılar. Sadəcə bizə onlara istiqamətimiz nədir? Onların sosiallaşma beyin yarım kürəsində problem olanda, digərində əksinə daha da inkişaf edir. Burada problem nədir? Neyronlar arası əlaqə pozulubdur. Bir neyrondan digər neyrona əlaqə gec ötürüldüyünə görə bunlar özlərini zəif ifadə edə bilər. Yəni belə deyək də İnkişaf yaxşıdır, əqli inkişaf normaldır, amma sosiallaşma, özlərini ifadələməli, bunlar zəifdir. İlahi xanım, ümumiyyətlə nəticələri neçə aydan sonra görmək olar? Mən sırf öz mərkəzim haqqında deyirəm ki, bizim mərkəzimizdə ilk aydan, əgər düzgün proqram qurmuşuqsa, ilk aydan valideynlər övladının inkişafını görəcəklər. Hətta biz belə bir valideynlərə maarifləndirici bir seminar da keçdik, bir Instagram səhifəmizə paylaşım da etdik ki, ilk 10 seans valideynlər öz övladlarında bu da aşağı-yuxarı 1 ay eləyir. Davranışda yoxsa nitqdə dəyişiklik olur? Əgər baxır uşağın hansı sferdə ləngiməsi var. Tutaq ki, bir uşaq gəldi. Adətən gördüyünüz mənzərə. Adətən gördüyünüz daha çox davranışda olur, daha çox duysal problemlərdə olur. Nitqə hazırlıq mərhələsi gəlir, çatır. Nitq tam formalaşa bilməz bir aydan, yalan düzünü danışaq da. Amma nitqə hazırlıq mərhələsi, bəlkə artıq uşaq təqlidləri bacarır, səs təqlidlərini çıxarmağa başlayır. Bunlar ilk bir ayda uşaqda əldə olunan nəticələrdir. Özünü idarə etmə, belə çox tələbatlarını ödəməli, bəli. İlk ayda uşaqların inkişafından irəliləyiş görülür, amma əsaslı belə deyək də o sözümün əvvəlində bayaq dedim veriliş başında ki, biz inkişaf testi eləyirik. O inkişaf testini biz valideyni uşağa qəbul edirik. Bir də 3 aydan sonra ki, artıq orada əməlli bizim gözlə görəcək nəticələrimiz 3 ayda artıq valideynə protokol şəklində deyirik ki, tutaq ki, sizin övladınız gələndə 24 aylıq idi, hal-hazırda biz onu 30 ayına çatdırmışıq.
3 aylıq təlimdən tutaq uşaq 6 ay, 8 ay qədər qabağa gəlibdir. Bəli. Bu hər bir sferanı əhatə edir. Deyəcəm nömrəni qeyd edin. Əgər uşaqlarınızda nitq ləngimələri, ümumiyyətlə autizmli sindromlu uşaqlarınız ətrafınızda, ailənizdə varsa, ümumiyyətlə bu problemi tez bir zamanda aradan qaldırmaq istəyirsinizsə, nömrə deyim, yazın 050 867 27 43. İlahi xanım deyir ki, radiodan gələnlərə xüsusi endirimlər mütləq şəkildə olunacaq. Ona görə gedərkən mütləq onu söyləməyi unutmayın. Sizlə davam edək. Günay xanım, Buyurun. Smart Education bağçalar şəbəkəsi artıq neçə filialla fəaliyyət göstərirsiniz? Maşallah. Təbii ki, tələbat olduğuna görə bu filiallar açılır. Bəli. Təbii ki, kadr potensialı daha yüksək səviyyədə olduğuna görə sizə inamda necə deyirlər, daha yüksəkdir. Maraqlıdır ki, ən çox valideynlərin bir də istəyi olur ki, dərhal uşağım bağçaya gedərkən, məktəbə qədər hazırlığa gedərkən rus bölməsinə ən çox, yəni bu dəqiqə axın, deyimsə ki, rus bölməsinədir. Qəbul edirsinizmi, yoxsa sizdə də müəyyən bir məhdudiyyətlər var ki, bu yaşdan rus bölməsinə qəbul etmirik məsələn? Əslində valideynlər gəlirlər ki, mən əsas yaşlı qrupasında da olur bizdə, yəni körpələr qruplarımızda ki, erkən ki, uşaq rus dilini bilsin. Bizdə həm 3 yaşına qədər uşaqlar həm Azərbaycan dili, həm rus dili eyni olur bizdə. Ondan sonra İlgün xanım, yəni belə bir müəllim iki dildə danışır. Bəli, bizim müəllimələrimiz həm rus dilini, həm Azərbaycan dilini. Çünki bizim hal-hazırda bağçalarımızın bütün bağçalarımızda həm rus dilində, həm Azərbaycan uşaqları bir yerdə. Qarışdırmırlar? Yox. Qəti qarışdırmır. Çünki bilirlər, həm belə deyim də iki tərəfli olur, iki dil bilirlər. Həm rus uşaqlarımız var hal-hazırda, rus dilində danışırlar, Azərbaycan dilində də danışırlar və eləcə də Azərbaycan uşaqlarımız orta qrupaya gedən uşaq rus dilini öyrənir, rus dilini bilir. Ondan sonra 3 yaşı bitəndən sonra biz o valideynə buraxırıq. Valideyn özü istəyir, ya Azərbaycan dilinə yönəldir uşağını, ya rus dilinə. Əslində qalanda mənim düşüncəm də bu pis şey deyil də, sadəcə ilk öncə biz ana dilimizi mükəmməl öyrənməliyik. Ondan sonra dillərə müraciət eləyə bilərik. Çox gözəl bir şeydir dil bilmək indiki zamanədə. Əslində başqa millətlərin nümayəndələri də həm də çox bağçaya gözəldir. Gəlirsə, Azərbaycan dili, dövlət, yəni harda yaşadıqlarını hansı ölkəyə gediriksə ilk öncə o öz ana dilini bildirir. Niyə də biz bildirməyək? Birinci ana dilimizi bilməlidirlər bizim uşaqlarımız. Çünki biz bu vətənin övladlarıyıq. Mənim düşüncəmdə öz dilimiz bizim üçün ilk önəmlidir. Ondan sonra gələn başqa dillərimiz və belə bir söz var. Bir dil, bir insan, iki dil, iki insan deməkdir və neçə dil biliriksə biz o qədər də insanıq. Amma ilk öncə öz dilimizi mükəmməl öyrənək ki, sonradan rus dilinə və biz belə bir Elgün xan belə bir təşəbbüs yaranır. Amma əslinə qalanda özəl bağçalarda və hələ belə bağçalarda da, yəni dövlət bağçalarımızda, normal bağçalarda, yəni rus dili, Azərbaycan dili bölünüblər. Bizim bağçalarımızda amma elə bir şey yoxdur və Elgün xan belə bildirdi ki, orta qrupda valideynin seçiminə buraxırıq. İstəyir Azərbaycan dili, istəyir rus dili, özü seçir. Belə. Amma valideynin özü də bir balaca heç olmasa bir dil bazası olmalıdır. Çünki amma uşaq inanın ki, evdə çoxsunda daha yoxdur. Çoxsunda yoxdur. Gələn çoxu Azərbaycan yəni ailələridir, amma uşağı rus dilində yönəldir və bunu bizdən istəyir. Bu istək elə oradan elə yaranır. Və bizi tələb edir ki, axı mənim uşağım rus dilində bilmir, amma biz valideynlərə bildiririk ki, biz danışırıq. Yəni saat 8-dən 7-yə qədər sizin övladınız bizim övladımızdır. Biz ona nə lazımdırsa hər bir şey edirik. Sadəcə bu dil, yəni o istər-istəməz evdə olur və evdə sizlə Azərbaycan dilində, ana dilində danışırsa biz onu hələlik mükəmməlləşdirə bilmərik. Onu gələcəkdə məktəb eləyir. Biz ilkini qoyuruq, arxasını da, yəni məktəb gedir. Aydındır. O zaman Smart Education bağçalar şəbəkəsinə mən indi təkcə yerləncəyin adını çəkməyim. Dəqiq diaqnoz qoyulur. Bəs evdə valideyn məsələn hansısa bir məşğələlərlə, oyunlarla, demək olar ki, sizin işinizi bir növ davam etdirə bilərmi ki, bu iş belə deyək, nəticə etibarilə bir mükəmməl bir şəkildə ortaya qoyulsun? Etdirə bilər, yox, etdirməlidir mütləq ki. Çünki əgər uşaq müəyyən bir vaxtı təlimdə olur, müəyyən bir vaxtı bağçada olur, müəyyən bir vaxtı məktəbdə olur. Necə ki, uşağımız məktəbə gedəndə müəllim dərs keçir, evə tapşırıq verir, ev tapşırıqlarını eləməliyik ki, biz daha mükəmməlləşək. Eynən də burada biz uşaq xüsusi qayğıya ehtiyacı olan uşaqlar hələ artıqlaması ilə
biz verdiyimiz təlimatları əgər valideyn evdə işləyərsə, nəticə həqiqətən mükəmməl olur. Yəni bunu illərin praktikası göstərdi ki, biz bir verəndə valideyn evdə 5 məşğulunda inanın ki, nəticə daha tez olur, daha tez nəticə əldə edilir, daha uşağı o vəziyyətdən çıxara bilirik. Hələ də ki, bu əgər spektr pozuntulu olan bir uşaqdır, hələ ki, bu zəka yetərsizliyi olan bir uşaqdır. Yəni, bu uşaqlar davamlı, fasiləsiz təlim almalıdır. Təbii ki, davamlı, fasiləsiz təlimi nə maddi və nə mənəvi baxımdan valideynlər bunu mərkəzlərdə, digər ödənişlərdə eləyə bilməyəcəklər. Amma ən azı getdikləri ünvanlarda, istər bağça şəraitində, istər mərkəz şəraitində, reabilitasiya şəraitində müəllimlərin verdikləri tapşırıqlar, evdə, adi bir parkda, gəzintidə onlar o yerinə getirilərsə, nəticə mükəmməl olacaq. Həqiqətən də mükəmməl olacaq. Bunları tətbiq etməyə sadəcə qalır. Bəli. Aydındır. Və Günay xanım, sizdən soruşaq. Valideynlər bağça seçərkən deməli ən çox nəyə diqqət etməlidirlər? Ən çox bağçanın belə deyim də sosiallaşmasına, bağçada olan gedən inkişaflara, sadəcə biz məsələn Yasamal rayonu tərəfdə yerləşirik, Yeni Yasamalda yerləşirik. Bəli, Yelləncək bağçamız. Məsələn, mən elə özümüzün valideynlərindən götürürəm ki, bir valideyn gəlir, sonra tərifləyir bağçamızı. Yəni deməli bağçada olan, yəni proqramı, bağçada olan məsələn üçün şəraiti görür və bir-birinə tərifləyir, gətirirlər və əsas da müəllimlərdən çox şəxsdir. Mənim düşüncəmdə müəllimlərin ilk öncə uşağı sevməsi, sonra ona o dərsdir, gedən hər bir sosiallaşmaqdır, o sonradan baş verən bir şeydir. Müəllimlərin deməli rolu böyükdür burada. Müəllimlərin ilk öncə inanın ki, sağlam mühit. Biz uşaqlarımızı sağlam mühitdə, sağlam ruhda sevgi verməliyik. Sadəcə sevgi. İndi hal-hazırdakı cəmiyyətimizdə sevgi kasatçılığı var. Bəlkə də uşaqlar elə onun demək olar defisitini yaşayırlar. Bəli, biz sevgi acısıyıq. Yəni mən hal-hazırda uşaqlarımızı görürəm ki, məsələn bizə gələn uşaqlar adaptasiya dövrü var. Ağlayan uşaqlar bilirsiniz, bağçaya anadan ayrılıb uşaq bağçaya gəlir və valideyn razılaşmır ki, Günay xanım ağlayır uşağım, mən nə edə bilərəm, yox götürüb aparıram. Mən sadəcə bunu deyirəm, ən gec belə adaptasiya dövrü 15 gün olur və onun 2-3 günü məsələn ağlır ki, və valideyn oturur, bəli, əyləşin, baxın kameramızda, bizdə kamera sistemimiz var və əyləşin, baxın, görün və mən ilk öncə müəllimələrimə bir şey bildirirəm ki, ilk öncə sevgini verin uşağa. Sonra disiplina tələb edir. Bəli. Sevgi verilməyən uşaq disiplina. O da elə bir ki, sizin bir övladınıza çevirir. Necə ana evdə, siz də elə. Bəli. Hansı ki, bu elə sevgisizlik gətirib uşaqlarda bu cür problemlərə, nitqində geriləmələri gətirib çıxarır. Təhlükəsizlik baxımından bilirəm ki, bağçalarınız hətta belə deyək çox-çox etibarlıdır. Ona görə də valideynlərə tövsiyə eləyərdim ki, Smart Education bağçalar şəbəkəsinə müraciət etsinlər. 05988 3062 Rabitəli Nitq Reabilitasiya Mərkəzinə isə dediyimiz kimi nitq qüsurlarına bağlı müraciət eləyə bilərsiniz. Onların qısa bir müddətdə aradan qaldırılmasının nəticəsini görəcəksiniz. 050 867 27 43. Başkənddə təşəkkürlər. Həftə sonları Başkənddə keçiririk və ən əsas da deyimsə ki, Başkənddə dadlı yeməklər və gözəl bir atmosfer də var. Bax, orada uşaqlarınızı götürüb gedə bilərsiniz. O da bir nitqin yaranmasına deyim, bəli, sosiallaşmağa da kömək edəcək. Başkənddən söhbət gedir. Təşəkkürlər. World Career Peşə Mərkəzinə də xarici dil öyrədilməsi davam edir. Dil öyrənməyə başlamağın tam vaxtıdır. Əlaqə saxlayın 055 674 72 30 nömrəsi ilə. Minnətdaram sizə gəldiyinizə görə. Çox maraqlı məncə söhbət getdi, diskussiya getdi burada. Belə istəyirəm əslində proqramlarımız davam belə ümumiyyətlə maraqlı ictimaiyyətə bəli təqdim olunsun. Kimsə məsələn hər hansı bir sual yaranacaqsa biz burada mənə elə gəlir ki, o sualların hamısına cavab verə bilirik. Bu cür diskussiyaların sayəsində. Sizə də əməkdaşlıqda uğurlar arzulayıram. Çox sağ olun. Hələlik sağ olun. Təşəkkür edirəm. Sağ olun. Belə yekunlaşdırdıq bugünkü sağlam təhsili. Bir daha xatırladıram, qonaqlarımız bugün Smart Education bağçalar şəbəkəsindən və Rabitəli Nitq Reabilitasiya Mərkəzindən idi. Görüşərik sabah da. Maraqlı qonağımız var.